Minnətdarlıq meditasiyasına xoş gəlmisən. İndi gündəlik həyatın təlaşından, səs-küyündən kiçik fasilə verməyin vaxtıdır. Özünə bir neçə dəqiqəlik beynindəki düşüncələrindən, səni narahat edən məsələlərdən və gün ərzində toplanmış bütün duyğularından uzaqlaşmağa icazə ver. Minnətdarlıq meditasiyası həm stresi azaldır, həm də daxilini sevgi, bolluq enerjisi ilə zənginləşdirir. Bu da bizə həyatımızda olan bütün gözəllikləri görüb qiymətləndirməyə, beynimizi pozitiv düşüncələrə fokuslamağa alışdırır. Ancaq indi sənə elə gələ bilər ki, sənin sevinməyin, şükür etməyin üçün səbəblər azdır və ya sən onları görməyə bilərsən. Bu sadəcə beyninin yorğunluğundan gələn hissdir. İndi isə gəl, birlikdə sənin daxilindəki işığı tapaq. Bu meditasiyanı səmimi qəlblə, ürəkdən qəbul etməyə hazır ol və daxili səsinə güvən. İndi rahat bir vəziyyətdə otur və ya uzan. Bədənin rahatlasın və bu sehirli yolculuğa başlayaq. Həyata olan münasibətini müəyyən edən iki əsas amil var: daxili xoşbəxtlik və rahatlıq hissi. Bəzən minnətdar olmağa səbəb yoxmuş kimi görünür, amma sən hər an səmimi şəkildə minnətdaram deməyə davam edirsən. Həyat səni sanki hər gün sınağa çəkəndə belə, sanki dünya sənə qarşı çıxmış kimi görsənsə belə, yenə də minnətdar olmağa, Allaha şükür etməyə davam edirsən. Ruhu minnətdarlıqla dolu olan qadın ən doğru yolu seçmiş qadındır. Səmimi qəlbdən gələn minnətdarlığın dəyəri həmişə var və yalnız bu hisslə hər dəqiqəni xoşbəxt yaşamaq mümkündür. Minnətdarlıq hissi ilə edilən dualar dünyada səslənən ən təsirli və ən güclü dualardır. Bəzən insan öz inanclarına qapılaraq, duyğularına təslim olaraq dualarını yoxsulluq, çatışmazlıq və yetərsizlik enerjisi ilə doldurur. Və buradan çıxış üçün yeganə doğru yol minnətdarlıq meditasiyasıdır. İnsan sonsuz kainatın bir hissəsidir və hər gün insan üçün bir hədiyyə, həyatını istədiyi kimi yaşamağı üçün bir fürsətdir. Bugün, məhz indi sənə çox sadə, amma çox vacib olan həqiqətləri başa düşmək imkanı verilir. Bu həqiqətləri qəbul etməyə hazır ol. Çünki onlar sənin həyata baxışını dəyişəcək. Bugün sən minnətdarlığın gücünü öz üzərində hiss edə biləcəksən və mən sənə bu yolda kömək edəcəm. Düzdür, bu zaman alacaq, amma tezliklə həm sən dünyanın qarşısında daha yumşaq və zərif olacaqsan, həm də dünya sənə qarşı daha şəfqətli və mehriban olacaq. Sadəcə mənim səsimə qulaq as və minnətdarlıq məşğələsini mənimlə hər gün yerinə yetir. O vaxta qədər ki, onu artıq tək başına özün edə biləsən. Sənə əvvəlcə möcüzə kimi görünən şeylər artıq çox yaxındır.
həyat və özün haqqında tamamilə yeni duyğular yaranacaq. Təkcə ürəyinin açılmağına və minnətdarlığın şəfalı gücünü hiss etməyi özünə icazə verməyin kifayətdir. İndi isə rahat vəziyyətdə əyləş və ya uzan. Hətta yuxuya getsən belə meditasiya sənə təsir etməyə davam edəcək. Çünki onun gücü sənin şüur altına işləyir və səni daxildən dəyişməyə başlayır. Meditasiyanı yatmazdan əvvəl və ya səhər oyandıqdan dərhal sonra dinləyə bilərsən. Və indi sən başlamağa hazırsan. Sən rahat vəziyyətdəsən və gözlərini yummusan. Diqqətini nəfəsindən gələn daxili hisslərinə yönəlt. Nəfəsini sakitləşdir və rahatla. Hər nəfəsin dərin və axıcıdır. Nəfəs al və müşahidə et. Hava burnunun ucuna yumşaq şəkildə toxunur, bədənindən keçir, onu qidalandırır. Sənə mane olan kənar təsirlər yox olmağa başlayır. Düşüncələrin əriyir, ətrafında və daxilində dərin bir rahatlıq yaranır. İndi gözlərini yum. Təsəvvür elə ki, özünə kənardan baxa bilirsən. Özünü müşahidə edirsən. Evinin içini, çölünü, şəhərini, ölkəni yuxarıdan izləyirsən. Və indi baxışların bütün yer planetini əhatə edir. Yaşıl meşələr, uca dağlar, mavi okeanlar, geniş çölləri izləyirsən. Bütün planet gözlərinin önündədir. Və sən bu gözəlliklərin içində kiçik, parlaq nöqtə kimi mövcudsan. Kiçik, amma işıq saçan bir varlıq kimi. Bax, indi daha da yuxarı qalxırsan. Bütün qalaktika gözünün önündə canlanır. Minlərlə ulduz, nəhəng planetlər və onların arasında sən bu sonsuzluqda parıldayan bir nöqtəsən. Sən balaca görünə bilərsən, amma sənin içində həyatın bütün enerjisi gizlidir. Bu böyük kainatın bir hissəsi sənin içində yaşayır və sən sadəcə mövcud olmaqla belə bu kainata işıq gətirirsən. Kainat sənsiz var ola bilməz. Sən kainatın bir parçasısan. Əgər sən olmasan, kainat tam olmaz. Çünki sən öz nurunu yayan bir varlıqsan. Sən təsadüfən yaranmamısan. Sən bu aləmin içindəki hər şey qədər əhəmiyyətlisən. Ürəyinə qulaq as. Onun hər döyüntüsünü hiss elə. Bu, kainatın ürəyinin döyüntüsüdür. Sən kainatın bir hissəsisən. Kainat da sənin bir hissəndir. Sənin həyatın sonsuz imkanlar və gerçəkləşən arzularla dolu ilahi bir hədiyyədir. O, yaradılışın ən gözəl möcüzələrindən biridir. Bunu qəlbinlə hiss elə. Unutma, sən bu dünyada təsadüfi deyilsən. Sənin varlığın əhəmiyyətlidir. Sadəcə yaşadığın, nəfəs aldığın üçün, yaradıcı gücə sahib olduğun üçün
minnətdarlıqla dol. Bu gözəl həyat üçün sənə bu yolu, bu həyatı bəxş edən Yaradana təşəkkür elə. Sən ilk nəfəsin üçün minnətdarsan. Yaşadığın hər gün üçün minnətdarsan. Səni qarşıda gözləyən hər şey üçün minnətdarsan. İndi isə hər bir cümləni içində təkrar elə. Mən var olduğuma görə Allaha təşəkkür edirəm. Mən yaşaya bildiyimə görə Allaha təşəkkür edirəm. Mən hiss edə bildiyimə görə, sevməyi bacardığıma görə Allaha təşəkkür edirəm. Mən qarşımdakı bütün imkanlara görə Allaha təşəkkür edirəm. Özümü və bu dünyanı tanıya bildiyimə görə Allaha təşəkkür edirəm. Mənə həyat verən günəş üçün və yuxudaykən rahatlığımı qoruyan ay üçün Allaha təşəkkür edirəm. Yaradılan təbiətə görə Allaha təşəkkür edirəm. O mənə enerji verir, bədənimi qidalandırır, ruhumu gözəlliklərlə doldurur. Biliklər qazandığım və inkişaf etdiyim üçün Allaha təşəkkür edirəm. Mən bu dünyanı və özümü tanımağa yönləndirən bütün müəllimlərimə və ruh rəhbərlərimə görə Allaha təşəkkür edirəm. Yarada bildiyimə görə Allaha təşəkkür edirəm. Mən yaşadığım ölkəyə görə, özümü bu ölkədə güvəndə hiss etdiyimə görə, evimin olmasına görə Allaha təşəkkür edirəm. Həyatın mənə verdiyi hər şeyə görə Allaha minnətdaram. Daxili və xarici dünyamdakı sülh üçün Allaha təşəkkür edirəm. Yeməyimin olmasına görə, toxluq hissinə görə Allaha təşəkkür edirəm. Təşəkkür etmək, minnətdarlıq daxildən başlayır. Qəlbinə yönəl və oradan kristal kimi təmiz bir işığın yayılmasını təsəvvür elə. Bu işıq getdikcə güclənir. Bu işıqla ətrafındakı hər şeyi işıqlandırırsan və qarşılığında bolluq əldə edirsən. Sən artıq dilənən deyilsən. İndi sən zənginsən. Elə bir zəngin ki, artıq almaq deyil, vermək istəyirsən. Sən artıq heç nəyə möhtac deyilsən. İndi sən peşmanlıq hiss etmədən səxavətli, əli açıq olmaq istəyirsən. Allaha təşəkkür etdikdən sonra minnətdarlığın dərin qatlarına enək və bizi əhatə edən insanlara təşəkkür etməyə başlayaq. Mənim mentorum həmişə deyir, həyatda ən vacib olan şey insanlarla münasibətlərdir. Çünki bizim bu həyatdakı keçməli olduğumuz dərslərimiz məhz münasibətlərdə gizlidir. Və bu halda təşəkkür edirəm demək bəzən o qədər də asan olmur. Bəzən valideynlərimizə təşəkkür etmək çətindir. Onlara qarşı incilik hiss edirik. Bəzən nifrət edirik. Bəzən ümumiyyətlə onları tanımırıq. Amma bu, onlarla olan əlaqənin itməsinə səbəb ola bilməz. Bu əlaqə həmişə var və olacaq. Elə isə bu əlaqəni təmiz və güclü etmək zamanıdır. İndi mənimlə birlikdə təkrarla. Sənə təşəkkür edirəm ata. Sənə təşəkkür edirəm ana. Sizə təşəkkür edirəm. Bu sözləri tək başına söyləmək çətin olsa belə yenə də təkrarla. Yaxınlarını, qohumlarını xatırla və onlara da təşəkkür elə.
qardaş bacılarına, nənə babalarına, həyat yoldaşına, uşaqlarına, həyatında olan bütün insanlara səmimi qəlbdən təşəkkür elə. Sonra isə dostlarına təşəkkür elə. Təsəvvür elə, sanki dostlarınla üz-üzəsən və onlara birbaşa təşəkkür edirsən. Bu insanları sənə tanıtdığı üçün Allaha təşəkkür elə. Düşmənlərinə də təşəkkür elə. Çünki onlar səni mükəmməlləşməyə sövq edirlər. Özün də onlarla dürüst ol. Və sən yenidən bədəninə qayıdırsan. Güclü və xoşbəxt olan bədəninə qayıdırsan. Sənin daxilində sonsuz sevgi hiss edirsən. Hal-hazırda heç kim sənin qədər həssaslıq və minnətdarlıq hiss etmir. Ətrafındakı hər şey çox dəyərlidir, parlaqdır. Sən bilirsən ki, hər gün yeni bir şansdır. Dünya sənin gəlişini böyük sevinç və istəklə qarşılayır. Çünki sən onun vacib bir hissəsisən. Dünya sənin evindir. Dünya sənin dostundur. O təbii və doğmadır. Sənsə dünyanın sevimli övladısan. Bunu heç vaxt unutma. Və indi dərindən bir nəfəs al. Yavaş və sakit bir şəkildə nəfəsini burax. İndi bu an buraya qayıda bilərsən və gözlərini aça bilərsən.